Salam, hər vaxtınız xeyir olsun. Bugün keçirilən OTK sınaqlarına diqqət yetirək. Təsirli halda işlənmiş isimlə başlayan cümləni istəyir. Bilirik ki, təsirli halın şəkilçisi I, Ü'dür və bunun tapılma yolu isə onu bununla əvəz etməliyik. Bir dənə burada diqqət edin. Təsirli hal məsdərin və ya feili sifətin tərkibində olmasın. Çünki onları da onu və bunu ilə əvəz etmək mümkün olur. Qaliblərin səhnəyə dəvət edilməsi gecikməməlidir. Burada hər hansı bir təsirli hal yoxdur. Yolu sözünə baxın. Burada bunun qarşısına onun yolu deyirəmsə, buradakı U mənsubiyyətdir. Mənsubiyyət vardırsa sadəcə bu da adlıq hal gedir. Bu da getdi. Aldıqlarımızı otağa gətirdik. Buradakı onu sözü ilə əvəz edə bilərik. Amma diqqət edin, burada dıq şəkilçisi vardı. Yəni feili sifətdir və feili sifət burada isimləşibdir. Və bu zaman mənsubiyyət, cəm, mənsubiyyət və hal şəkilçisi qəbul edib. Bizdən isə isimləşmiş isimlə, təsirli halda daha doğrusu işlənmiş isim istəyir. Ona görə C variantı da olmaz. Səni məclisə dəvət etdilər. Burada da getdi. Yoxdur hər hansı bir təsirli hallı söz. Yəni bunu düşünsəz belə təsirli hallı söz kimi onsuz da əvəzlikdir. Bizdən isim istəyir. Fikri izah etməyə çalışırdım. Onu izah etməyə çalışırdım. Fikir sözü də isimdir deyə G-bəndini götürəsiniz. Cədvələ uyğun nümunələri müəyyən edin. Amonimdir və ya amonim deyil. Birinci bura baxırıq. Külək sözü amonim deyil. Qitə sözü amonimdir. Qitə materik və ədəbiyyatda olan. Sonra qota sözü amonim deyil. Götürməyəcək biz onu. Daha doğrusu yəni qota sözü bizə lazım deyil. Amonim olmayanlardan qoyun sözü amonimdir. 4-ü götürmürük. Əgər için 4-ü götürmürəmsə, deməli bu variantlar çıxdı. Çünki bizə deyir ki, amonim olmasın, amma o söz amonimdir. Gəlin sözü amonim deyil. Barı sözü amonim deyil. Doğru variantımız B bəndi 2, 5, 6. Növbəti 3-cü suala baxırıq. Hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Diqqətli olun, çünki sizdən sayın yazılışını istəyir. Saydan sonra işlənən isimdəki səhvləri istəmir bizdən. Mən birinci sırada əyləşmişdim. Burada heç bir formada səhv yoxdur. A variantı getdi. Sonra 5-10 nəfər uşaq gəlmişdir. Burada da hər hansısa bir səhvlik yoxdur. Ayın 16-sında. Əgər sən burada 6 rəqəmindən sonra həm mənsubiyyəti, həm halı görürsənsə, təbii ki, burada mənsubiyyət yazılmamalıdır. Ona görə də bizim səhv yazılan sayımız budur. Onlarla uşaqlar desə, yəni də burada təbii ki, diqqət edin, bizə lazım olan sayın səhv yazılışıdır. Heç bir səhv yoxdur. 10-cu sözündə də heç bir səhv yoxdur. Doğru cavab burada C variantıdır. Növbəti 4-cü suala baxırıq. Hansı sözün yazılışı ilə tələffüzü arasında daha az fərq vardır? Burada hansı sözün kasad bilirik ki, D və L şəkil, D və L samitləri yanaşı gələndə D, T kimi, L da ki, D kimi tələffüz olunur. Demək olar, burada elə 2 dənə səhv vardır. Bu, sondakı Q isə X kimi tələffüz olunacaqdır. T-dır. 3 dənə fərqli məqam vardır. Mətinlik sözündə mətinlik, burada mətinlik, X-dirik kimi gedəcəkdir. 2 fərqli məqam var. Morfologiya sözündə 2 fərqli məqam var. Başlamaq sözündə başlamaq formasında da 2 fərqli məqam var. Oxuyurlar formasında 1 fərqli məqam var. Doğru variant Y variantıdır.